çəkilirdi orada. Mən unutmuyorum, Natalya Tağıyeva, o dünyasını dəyişib, Allah rəhmət eləsin. Siz onunla kinokluba həmişə mən yadıma gəlir ki, cüt gəlirdiniz, bir yerdə gəlirdiniz. Ümumiyyətlə, istəyərdim ki, o aktrisa haqqında da kifayət qədər təəssüf ki, belə məlumatlar və veriliş də mən görməmişəm. Amma istəyərdim ki, bu verilişdə xatirə olaraq onu biraz xatırlayaq. Necə bir aktrisa və necə bir insan idi? Onunla dostluğunuz var idi mi? Məncə zarafatlarınız da kinoklubda çox səmimi alınırdı. Sözsüz ki, çünki biz bir yerdə, bir kursda oxumuşuq, bir qrupda oxumuşuq. O zaman institutda ilk dəfə, böyük fasilədən sonra ilk dəfə Rus bölməsi açılmışdı aktyor fakültəsində və biz ora daxil olduq. Və Natalya ilə mən bir kursdaydıq, yəni bir qrupdaydıq. O Gəncədən gəlmişdi. O vaxtı familiyası Bağırova idi. Aha, sonra Salih Balih qızı. Anası Rus idi, atası Azərbaycanlı. Sonradan ərə gedib bu familiyasını, soyadını dəyişib. Amma Natalya o çox belə məzəli yumor hissi ilə, demək olar ki, biz elə birinci kursdan onu ilə başlayırdıq bir zarafatlaşma. Bizim də bu yaxında kurs dostumuz New Yorkdadır, xaricdə yaşayır. O gəldi və bəzi şeyləri yada salırdı ki, biz institutda nə eləyirdik, mənim özümün yadıma gəlmirdi. Onların yadındaydı ki, biz necə etüd göstərirdik, Natasha ilə biz necə zarafatlar eləyirdik. O da çox yaxşı yamsılayırdı. O zaman mən də bizim müəllimlərimizi yamsılayırdıq. Bərabər, yəni iki müəllimi başqa-başqa fəndən biz bir-birinə belə improviz eləyirdik. Yəni zarafatcan. Belə sonradan da belə bəxtim gətirdi. Biz teatrda da çox tamaşalar bir yerdə oynamışıq. Və Targovada görüş, sonra bütün ulduzlar bir üç hissəli bir şeydi. Biz Natalya ilə orada bir estrada konferansı kimi belə keçmiş janrdı. Biz orada konferans yedik. Kimiz aparıcı, yəni bu aparırdıq, amma obraz vidində. O Tonya İstitüşey obrazında, mən isə Rafael. Bir yerdə bu şovları aparırdıq, yəni estrada, dramatik şovları. Sonradan da bizdə ideal cütlük bir tamaşa var idi. Və biz bu tamaşa ilə Moskvada da, festivallarda da çıxış eləmişik Natalya ilə. Çox gözəl, mən heyf ki, mən demək olar ki, mənim belə əsas partnyorumdur və o test dünyasını heyf ki dəyişdi, Allah rəhmət eləsin, gəlin ona. O alsaydı, mən elə o zamandan demək olar ki, bir qənərlə uçuram da. Deməli, o belə çıxır ki, onun dünyasını dəyişəndən sonra siz səhnədə biraz tək qaldıq deməyək, yəni bir tərəfiniz elə bir boşaldı, yəni ondan daha çox tamamlanırdınız. Bəli, rejissorlar belə görürdü, bizi çağırırdılar. Tamaşa quranda biz həmişə bir tamaşada iştirak edirdik. Hətta mən arada dilimə düşür, kinoklubda sizin bir... Kinokluba da mən onu gətirdim. Bəli. O vaxtı Etibar demişdi. Etibar Babayev, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Mən gəlirdim, məni dəvət eləmişdi bu kinokluba və sonradan mən dedim ki, bizdə bəs belə bir aktrisa, o tanıyırdı onu, amma belə şəxsən yox. Mən dedim ki, Natalya ilə gətirim onu da bu layihəyə. Bizdə belə səhnəciklər var, yəni biz o ilə burada çıxış elədik və Natalyanı mən kinokluba dəvət elədim və biz orada bir neçə dəfə çıxış eləmişik. Orada bir Çastuşka kimi bir şey oxumuşdunuz. Moskva bazarında qəribə bir nəsə o, bir arvad qorxusundan, donuz balası doğulur. O cümlə mənim hələ uşaq vaxtımdan yadımda qalır. Bunu bu dublyaj olanda olur belə bir cümlə. Rusça. Mən özüm demək olar ki, bəlkə meşə olmuyor. Prosta özüm o vaxtı düzüm qoşmuşam. Məndə belə bir estrada nömrəsi var. Azərbaycan Film Kinostudiyasında dublyaj, yəni Rus dilinə Azərbaycan. Bu
keçmiş əsrdə olan söhbətlərdir. Yəni keçmiş indiki dublyaj çox yüksək səviyyədədir, amma o vaxtı biraz zəif idi və belə bir частушка vardı. Как на русском на вокзале революция была. Одна бабка от испуга поросенка родила. Mən də onu göndərdim. Kurski vağzalında bir böyük üsyan olub. Bir arvad qorxusundan donuz balası doğub.